Həmçinin 64-cü dəyərli qardaşlarım, Peyğəmbər s.ə.v-in unudulmuş sünnə əməllərindən kim ki həcc və ümrə ziyarətindədirsə və gedəcəksə, Allah Taala bütün müsəlmanlara nəsib etsin və həmçinin gedənlərə də, gelməyənlərə də deməli, ümrə ziyarəti vaxtı Quba məscidinə getmək. İstənilən bir səfərdə deməli, Quba məscidinə getmək. Quba məscidi Mədinə məscidindən, yəni Peyğəmbər s.ə.v məscidindən çox yaxındır, yəni məsafət çox uzaq deyil. 10 dəqiqəlik, 5 dəqiqəlik yoldur və gedib ora 2 rükət namaz qılmaqdır. Və necə ki, hədisdə gəlib ki, Sahil ibn Huneyf deyir ki, Allah Rasulü buyurdu ki, kimdir evindən çıxıb Quba məscidinə gələr və orada 2 rükət namaz qılarsa, ümrə etmiş kimi savab yazılar ona deyir. Ona ümrə edən bir kimsənin savabı yazılar. Bu da Peyğəmbər s.ə.v-in unudulmuş sünnə əməllərini və həmçində Quba məscidinin giriş qapısında da bu hədisi yazılır. Quba məscidinin giriş qapısında bu hədis qeyd olunur. Və Peyğəmbər s.ə.v-in zamanında tikilən ilk məsciddir Quba məscidi. Və Allah Rasulü dəvəsinin çöktüyü yerdir. Dəvəsinin çöktüyü yerdir, ağ dəvəsi olur.